Qarabağ-Chelsea oyununa doğruyuq. Hər vaxtınız xeyir. Sportal TV bugündən etibarən daha da aktiv fəaliyyətinə başlayır. Nəinki bu oyun, ölkə futbolu ilə bağlı mühüm hadisələri məhz Sportal TV-nin video təqdimatları ilə izləyəcəksiniz. Sportal AS saytının təsisçisi Emin Abbasovla birlikdə bugündən etibarən ölkə futbolunda baş verən hadisələri müzakirə edəcəyik. Emin, xoş gördük. Xoş gördük Azər. Mən Azər İsmayıl və Emin Abbasovla birlikdə bir daha qeyd edim, həm həftə ərzində, həm mütəmadi olaraq Sportal TV-də qarşınızda olacaq. Bu gün isə gündəm bəllidir. Qarabağ-Chelsea oyunu ümumiyyətlə bu dönəm üçün, bu ay üçün belə deyək, gündəm budur, ayın əvvəli üçün, ilk həftə üçün. Amma buna qədər Qarabağ-İmişli maçı var idi ki, burada biz bir çox suallara cavab tapacaqdıq. Həm Chelsea oyunu öncəsi, həm Qarabağla bağlı. Bugün mövzularımız çoxdur. Bununla yanaşı bir sıra mövzulardan danışacağıq. Hələlik isə Qarabağ-İmişli mövzusu ilə başlayırıq. Emin, oyunu izlədin və bu oyun ümumiyyətlə Qarabağ ətrafında son günlər, son dönəmlər baş verənlərdən istəyirəm başlayaq. Ümumiyyətlə adama hərdən elə gəlir ki, Azərbaycan futbolu hər nə qədər ölü vəziyyətdədirsə, Qarabağın oyunlarında dirilir. Çempionlar Liqasında, Avrokuboklarda olan və həmin oyunlardan sonra yenidən sükuta qərq olur. Qarabağın oyunu çox böyük maraqla gözlənilir. Çünki artıq bu günə hətta oyuna günlər qalsa da demək olar ki, biletlərin böyük hissəsi satılıb. Və əgər mən səhv xatırlamıramsa, ümumiyyətlə Çempionlar Liqasında Qarabağ 7-8 il əvvəl çıxış eləyərkən də ən çox bilet satışı məhz Chelsea ilə oyunda olmuşdu. Həftənin rekordu hətta Çempionlar Liqasında həmin oyun idi. Qarabağ-Chelsea maçı vaxt Bakı Olimpiya Stadionunda keçirilmişdi. O ki qaldı bugünkü oyuna, bəli, ümumiyyətlə Qarabağın Avrokubok maçlarından öncə çempionat qarşılaşmaları bir növ həmin oyunlara bir hazırlıq xarakteri daşıyır və nəzərə almaq lazım ki, Qarabağ son oyunda da bu tura qədər Şamaxı ilə heç oynamışdı. İmişli rəhbərliyindən xahiş eləmişdilər ki, oyunun yeri dəyişdirilsin. Çünki Quba Olimpiya Stadionunun meydançası o qədər bərbad vəziyyətdədir. Yəqin Qurban Qurbanov həm səfər yorğunçuluğundan çəkinib, həm də ki, Allah eləməmiş aparıcı futbolçulardan hansısa biri o bərbad qazonda zədələnsəydi, bu problem üstünə problem olardı. Ona görə ehtimal da yüksək idi. Ehtimal həqiqətən yüksək idi və oyundan sonra Qurban Qurbanov deyib ki, yəni maçdan əvvəl Jorji Kaşkiliyə də öz təşəkkürümü bildirdim ki, çox sağ olsunlar. Yəni oyunun yerinin dəyişdirilməsinə razılıq verdilər Azərbaycan futbolu naminə. Çünki Qarabağ Çempionlar Liqasında tək Qarabağ sevərləri yox, həm də ölkəmizi təmsil eləyir. Bilirik ki, hətta başqa klubların azarkeşləri də Qarabağla ürəkləri döyünür həmin gündə. Amma İmişli ilə oyun biraz məni açmadı. Yəni yalan nə deyim Azər, açmadı. Çünki məsələ onda deyil ki, Qarabağ qələbə qazandı. Zaten burada güc nisbəti bəlli, Qarabağın nəyə qadir olduğunu hamımız bilirik. Yeri gəlmişkən Atletiklə oyunla müqayisədə Qurban Qurbanov yenə deyəsən köhnə sistemə qayıdır. Cüran bu dəfə start heyətində hücumdaydı. Nəriman ehtiyatda qalmışdı və mən belə təxmin eləyirəm ki, böyük ehtimalla Chelsea ilə maçda hücumda məhz Cüran oynayacaq. Nəriman ehtiyatda gözləyəcək. Problem belə sanki bu Chelsea ilə oyun heyəti idi deyə bilərəm. Böyük ehtimal elədi, çünki Qurban Qurbanov belə oyunlardan əvvəl əgər futbolçularda keçən oyunla müqayisədə bir ara olubsa, start heyəti yoxlayır. Bəlkə 1-2 dəyişiklik olar, olmaz, amma mənə elə gəlir ki, elə start heyəti budur. Mən belə başa düşürəm. İmişli ilə oyunda açığı narahat eləyən şəxsən mənim oldu. Birinci hissədə İmişlinin hücumçusu Hugo Almeida 2 dəfə təkbətəkə çıxdı Kuchalski ilə. Birində penalti oldu, yeri gəlmişkən Polşalı qapıçı dəf elədi Juninho'nun zərbəsini. İkincidə də təkbətəkdə Almeida'nın zərbəsini qaytara bildi. Amma problem ondadır ki, İmişli biz bilirik, ümumiyyətlə tanıyırıq. Mən deyərdim mövsümün sürpriz komandasıdır, amma Jorji Kaşkilyan komandası daha çox dərin müdafiədə oturaraq rəqibə boş zonalar verməməklə ad çıxarıb. Biz bugün bunu müşahidə elədik, amma eyni zamanda bir Qarabağ kimi komandanın müdafiəsi obrazı desək çat verirsə İmişlinin oyunda bu artıq həyəcan siqnalıdır. Birinci hissədə Diogo Almeida 2 dəfə Kuchalski ilə təkbətəkə çıxırsa, bu Qarabağ müdafiəsinin ciddi problemidir. Medina kimi, Bəhlul kimi Azərbaycan çapında təcrübəli, güclü müdafiəçilər necə müdafiənin arxasına atılan toplarda belə boşluqlar verə bilərlər. Yeri gəlmişkən ikinci təkbətəkə outdan sonra gerçəkləşdi. Burada yuxuladılar Qarabağın futbolçuları. Yəni obrazlı şəkildə desək, Qarabağın müdafiəsi İmişli ilə oyunda çat verdi. Bugün İmişli kimi komanda ilə oyunun gedişatını dəyişmək mümkün olur.
Bu imişlidir. Sabah Avrokuboklarda nəhəng komandalar, böyük komandalar var. Orada belə səhvlərə yol vermək olmaz. Bu həyəcan təbillidir. Yəqin ki, Qurbanov müdafiəçilərlə bu barədə ciddi söhbət eləyəcək. Belə boşluqlar vermək olmaz. Ümumiyyətlə onu müşahidə edirsəm ki, sanki çox ciddi belə motivasiya problemi yaşayır. Komanda Çempionlar Liqasından Premyer Liqaya keçiddə hələlik böyük rəqiblərlə də, məsələn, Neftçi kimi komandalarla, Sabah kimi rəqiblərlə də qarşılaşmırlarmı? Bəlkə burdan da ola bilər. Sanki oradan bura düşüb sonra ora qayıtdıqca bir ciddi motivasiya problemi olur. Köklənə bilmirlərmi? Yoxsa mənə elə gəlir bilmirəm. Burada həm motivasiya problemi var, həm də Qurbanov ötən oyundan sonra yadındadır demişdi ki, Avrokuboklarda tam başqa sürətlərdə, tam başqa tempdə, tam başqa ritmdə oynayaraq Azərbaycan Premyer Liqasında bunun 180 dərəcə əksində çıxış eləmək çətindir. Çətindir. Və hakimlərə səslənmişdi ki, imkan verin, futbolçular oynasınlar. Rəvan Həmzəzadə misal gətirmişdi ki, onun idarə elədiyi maçlarda temp daha yüksək olur. Və əgər yadındadsa, keçən il Avrokubok maçlarından sonra da deyirdi ki, topun oyunda qalmaq dəqiqəsi ilə Avrokuboklarla Premyer Liqada kifayət qədər fərq var. Razım. Amma bunu biraz düzəltmək çətindir. Mənim subyektiv fikrimdir. Bu barədə Sportala saytında yazılarımız da getmişdi. Niyə? Çünki məsələn İmişli kimi, Şamaxı kimi, Karvan Yevlax və digər komandalar məcburdular ki, Qarabağla oynayanda müdafiədə otursunlar, tempi aşağı salsınlar ki, temp yüksəldikcə, açıq futbol getdikcə Qarabağ görmüşük dəfələrlə 6-8 qol da vurub rəqiblərinə. Bunun üçün bəlkə Azərbaycan Premyer Liqası bir 15 il əvvəlki qədər imkanlı klublara malik olmalıdır. Məsələn, bu gün Qarabağla kim başa-baş açıq futbol sərgiləyə bilər? Yəqin ki, Sabahdır, yəqin ki, Neftçidir. Hə, durumlarına, oyun tərzlərinə uyğun olaraq bu Turan Tovuzda ola bilər, bu Zirədə ola bilər, Araz Naxçıvanda ola bilər, amma dediyim kimi hər dəfə yox. Həm burada üslub məsələsi var, həm də ki, bir hansı formadadılar, biraz bu mümkün deyə deyil, bunda duruma uyğun davrana bilərlər rəqib komandalar. Amma heç olmasa 6, 7, 8 imkanlı Qarabağa bab ayaq verəsi legionerlərə malik komandalar olmalıdır ki, orada biz bir futbol bayramını müşahidə eləyək. Açıq futbol olsun, rəngarəng futbol olsun. Bunu son illərdə mənə elə gəlir ən yaxşı eləyən bu Murad Musayevin Sabahı idi. O vaxt görürdük necə maraqlı, dinamik, hücumla cavab verən bir komanda var idi Qarabağın qarşısında, amma indi bunu eləmək çətindir. Və bu oyunda açığı bir də məni narahat edən nədir? Kaci Borges bugün imkanlarının çox altında oynadı. Bilmirəm nə olmuşdu Kaci Borges. O qədər top itkisine yol verdi ki, bəlkə adam bir 10 oyunluq top itkisini bir maçda elədi. Özü də bu Avrokubok oyunu deyil ki, deyək şiddət fərqlidir, təzyiq fərqlidir, rəqiblər səviyyəlidir ki, o qədər toplar itirirsən. Bu Premyer Liqanın hardasa sıradan bir matçı idi Qarabağ üçün, amma bu oyunda belə çox düşük performans sərgilədi Kaci Borges. Əslində bir neçə futbolçu da tam da o bizim gözlədiyimizi ortaya qoya bilmədi. Hətta oyunun sonlarında Qurbanov Kaci Borgesə çox bərk əsəbləşdi. Çünki hakim onu meydanı bir nöqtədən tərk elədiyini desə də o bildiyi kimi gəldi bunu meydandan çıxdı həmişəki mövqedən və hakim ona sarı vərəq göstərdi. Qurbanov da əsəbləşdi. Yəqin ki, tək həmin epizodun əsəbi yox, ümumən oyun boyu bəli yığılıb qalmış bir emosiya idi ki, ora qədər biraz Kaci Borges dediyim kimi çox bərbad və düşüşdə olan bir oyunçu kimi göründü. Niyə belə hallar baş verir? İndi ümumiyyətlə mən elə fikirləşirəm, mənim subyektiv fikrimdir. Qurbanov İmişli ilə oyundan sonra yəqin ki, Qarabağın futbolçusuna ciddi söhbət eləyəcək. Hə, nəticə olaraq qalib gəldilər. Planlaşdırdıqları 3 xalı əldə elədilər. Oyun anlamında çox pis. Oyun anlamında o deyillər. Biraz Addayını istəyirəm fərqləndirim. Çünki Adday girdi, həm qol vurdu, həm bir epizod oldu. Elvin Cəfərquliyevlə çox yaxşı divar paslaşması elədilər. Bir neçə epizodda zamanında ötürmələrini elədi. Ümumiyyətlə Addayın əvvəlki illərdə problemi nə idi? Biraz məhəllə futbolu oynayırdı, xaotik futbol oynayırdı. Ötürmə vermək lazım olanda sanki qapıya zərbə vururdu, qapıya zərbə vurmaq lazım olanda ötürmə eləyirdi. Adam nəyi nə vaxt eləyəcəyini düzgün müəyyənləşdirə bilmirdi və bu ciddi problemə çevrilirdi. Bu mövsüm Addayı biraz fərqli oynayır. Sanki Qurbanov Addayıya futbolun necə oynamalı olduğunu artıq izah eləyə bilib. Onun o sarı siminə toxunub, onun o idrakını aşılaya bilib ki, bax futbolu belə oynayırlar. Artıq görürsən ki, ansamblə hardasa uyğunlaşmağa çalışır və Qarabağ üçün bu bir pozitiv notdur. Çünki adamda o keyfiyyətlər var. Biz Avrokubok maçlarında da görürük ki, oyunun ruhuna düşdüsə, oyunu alındısa fərq yarada bilir.
və qarşıda onun performansı Qarabağa çox lazım olacaq, lazım gələcək. Bu oyunda da mən deyərdim yaxşı qoşuldu, yaxşı görünən. Sanki inkişafı görünürdü buna qədər və o Kopenhagenlə qoldan sonra motivasiyası da çox yüksəkdir sanki Adayının. İstənilən halda belə oyunlar, belə qollar, belə performanslar futbolçuya özgüvən verir. Bəli, artır. Qarabağ və adlar üzərindən biraz daha davam elə. İndi sonra Chelsea oyununa bağlı soruşacağam. Koxalski məsələsi qapıda yaxşı görünür və təklifi də var artıq. İndi yalan doğru mətbuatda iddialar yayılıb, hətta Borussia Dortmund səviyyəsində, Almaniya klubları səviyyəsində. Həm Koxalski və ümumiyyətlə Qarabağın qapıçı mövzusunu, bu mövsüm Qarabağın qapıçı məsələsini biraz danışaq. Həm Koxalski üzərindən, həm ümumi klubun qapısı olaraq belə deyim. O həyatın qəribəliyi də ondadır ki, baxırsan dəngələr çox tez-tez dəyişir. Biraz uzağa getməyib, qayıdaq keçən il Avrokubok mövsümünə, bəlkə də ən çox tənqid olunan futbolçulardan biri ilə qapıçı Koxalski idi, həm də Buntic idi ki, qapımız etibarlı əllərdə deyil. Lunyov gəldiyi vaxtlar çox yaxşı görünürdü, bəlkə də onu saxlamaq olardı, amma orada da müəyyən problemlər üzə çıxdı və Lunyovdan sonra nə Koxalski, nə Buntic ümidləri doğrultmadılar ötən mövsüm üçün və elə düşünürdülər ki, hamı yeni qapıçı da transfer edə bilərlər, amma bu mövsüm sanki fərqli Koxalski görürük. Kritik qurtarışları var, çox inamlı dayanır, çərçivəni yaxşı qoruyur və indi açıq bu barədə dəqiqliklə danışmaq olmur, amma mən də oxumuşam ki, Borussia Dortmund israrla onu heyətinə qatmaq istəyir və Qarabağ bunu rəsmən açıqlamasa da Polşa mətbuatında gedən xəbərlərə görə Qarabağ tarixinin ən bahalı alışını məhz Koxalskini eləyib. Hardasa 700-800 min avro dəyərləndirirlər bu transferi və Polşalı qapıçı, ümumiyyətlə Polşada qapıçılıq məktəbi bilirsən, çox populyardır. Polşadan yaxşı qapıçılar çıxıb və çempionatın ən perspektivli qalkiperlərindən biri idi. İndi deyilənə görə Borussia Dortmund onda maraqlıdır. Düzdür, biraz məndə şübhələr var. Niyə? Borussia Dortmund kifayət qədər imkanlı klubdur və Koxalskiyə görə bildiyimiz qədərilə Qarabağ 3 milyon avro istəyir. Normalda əgər Koxalski onlara lazımdırsa, bu 3 milyon avronu verib ala bilərlər. Amma burada başqa informasiyalar da sızıb ki, Borussia Dortmund Koxalskini Əmrəcanla dəyiş-düyüş eləmək istəyir. Bunu Qarabağa təklif edib, amma Qarabağ özü onu istəməyib, bu varianta isti baxmayıblar. Hərçənd deyilənə görə Əmrəcan özü də Qarabağı istəmir. Türkiyə və başqa klublarla danışıqlar aparırlar. Burada məsələ nədir? Əslində mən Koxalski məsələsindən biraz digər məsələyə keçmək istəyirəm. Son zamanlar çox müzakirə olunur ki, niyə məsələn Neftçi Abubakarı gətirib, indi Cenk Tosunun söhbəti gedir, bu barədə də vaxtımız olsa danışarıq. Amma Qarabağ nəsə ulduz futbolçuları gətirməyə meylli deyil. Daha çox heç kimin tanımadığı, bilmədiyi no-name deyək ki, oyunçular gətirirlər ucuz qiymətə və onları sonradan yetişdirib daha yaxşı səviyyəyə çatdırırlar, inkişaf etdirirlər, gəlişdirirlər. Bu Qurban Qurbanov modelidir. Bu Qurban Qurbanov sistemidir və işləkdə özünü doğruldur. Qurban Qurbanov mən elə başa düşürəm ki, Qarabağda həmişə balansı qorumağa çalışıb. Bu həm maaş balansıdır, həm davranış balansıdır, həm idarə etmə balansıdır. Burada da bəlkə belə futbolçulara ehtiyac var ki, kiçik futbol ölkələrindən gəlirlər, ya məsələn Portuqaliyanın 3-cü liqasından, Azərbaycana gəlirlər 2-ci liqasından və burada növbəti bir mərhələlərə, səviyyələrə qalxırlar ki, biz çox adamın adını çəkə bilərik. Bu Kadzi Borgesdir, Medinadır, Yankoviçdir, Juninho və başqalarıdır. Bütün dövrlərin futbolçuları. Bəli, və görünür ki, bu sistem özünü daha da doğruldur. Bu sistem daha işləkdir. Bu sistem daha effektivdir. Və bəlkə də Qurban Qurbanov fikirləşir ki, mən bu sistem üzərindən gedərək uğur qazanıramsa, bura hansısa bir qrup çağını yaşayan ulduz gətirsəm, biraz balans pozula bilər, biraz ab-havaya təsir edə bilər, biraz açıq deyək də, o tanınmış futbolçuların xarakteri də o qədər rahat olmur, maaş gözləntiləri biraz fərqlidir. Qarabağa indi belə deyirlər, mən düşünmürəm ki, Qarabağda məsələn bir 700-800 min avro üzərində maaş alan futbolçu var. Bəlkə kimsə maksimum 1 milyon avro alar ya almaz, heç o da inandırıcı deyil. Burada daha çox aşağı maaşı gətirirlər, daha yuxarı performans səviyyəsinə çatdırırlar, maksimumunu istifadə edirlər. Hə, yaxşı alıcı olanda da satırlar. Bu sistem işləyir. O köhnə kəndə yeni adətlər gətirmək istəmir Qurban Qurbanov. Bir əgər sistem effekt verirsə, elə ondan getmək daha sanki bu elə hücumçu məsələsində də bu prinsip elə üstün tutdular. Tahir Gözəlin də bir açıqlaması var idi o istiqamətdə. Qarabağla bağlı biz indi imişli oyun üzərindən, son günlər baş verənlər üzərindən danışdıq. Qabaqda Chelsea oyunu var və
olduqca çətin, olduqca demək olar ki, artıq Çempionlar Liqasının belə o səviyyəsini hiss eləyəcəyimiz bir oyundur. Tam Çempionlar Liqasını hiss eləyə biləcəyimiz oyundur digər rəqiblərlə müqayisədə. Düzdür, biraz belə dəyişən performansı var. Mən ötən gün baxıram Chelsea bu mövsüm oynadığı oyunların bir 70-80%-də qırmızı vərəqə ilə cəzalanıb. Dünya çempionatında onlar oynadılar. Ondan sonra yüklənmələr, futbolçularda müxtəlif problemlər, aşırı rotasiyalar falanlar var. Amma çox işlək, çox fərqli bir sistemi var Enzo Marescanın. Hazırki Qarabağ, həm danışdığımız İmişli oyunu, Şamaxı oyunu, Bilbao oyunu, son dönəmlərin belə deyək Qarabağından danışsaq, bu oyunda hansı performans gözləyirsən? Bax, belə səmimi danışmalı olsaq, bu gün Qarabağın pik formasını götürək, Chelsea-nin pik formasını götürək. Əgər ikisi də pik formadadırsa, Qarabağın şansı yoxdur. Çünki o qədər güc nisbəti fərqli, o qədər güc nisbəti aralarında böyükdür ki, burada Chelsea hər şeyi eləsə, alınsa şans olmayacaq. Bizim də ümidimiz odur ki, birincisi evdə oynayırıq. Azarkeş dəstəyi bizim tərəfimizdə olacaq. Qarabağ daha da motivasiyalı oynaya bilər. İkincisi, bizim günümüz olsun da Chelsea-nin günü olmasın. Yəni ki, bəlkə həm də bəxt üzümüzə onda gülər ki, bir qırmızı vərəqə alırlar, azlıqda qalırlar. Bu da bizim üçün bir üstünlük olar. Və ya oyunlara alınmaz. Məsələn, o gün bir xəbər oxudum ki, Chelsea adətən komandaların gəldiyi kimi 2 gün əvvəldən Bakıya gəlməyəcək. Oyuna 1 gün qalmış Bakıda olacaqlar və Maresca öz mətbuat konfransını evdə keçirəcək. Belə bir fakt da var. Bilmirəm indi bu nə qədər onların xeyrinə, zərərinə ola bilər, amma mən düşünürəm ki, bəlkə də daha gec gəlmələri biraz Qarabağla oyunda onlarda olan rahatlıqdan xəbər verir. Biraz vaxt itirmək istəmirlər, biraz daha rahat yolu seçiblər ki, bir gündə kifayətli gələk, oyuna çıxaq, oynayaq, gedək. Qarabağın tapşırığı çox çətindir. Və biraz açığı təzyiq də var Qarabağın üzərində. Çünki sanki bu 2 qələbədən sonra azarkeşlər Çempionlar Liqasını mənə elə gəlir küçümsəməyə başladılar. Və bir anlıq elə fərz elədilər ki, Qarabağ nəinki Atletik Bilbao, hətta Chelsea ilə, Liverpool ilə, hətta sabah Real Barcelona çıxsa onlarla da başa-baş oynayacaq gücdədir, amma tam da elə deyil. Bizim işimiz həmişə deyirəm, mütəxəssisin işi odur ki, reallığa əl yeri qoymalıdır. Azarkeş istəyinlə danışa bilər, azarkeş pafosla danışa bilər, futbolda sürprizlər ola bilər. Biz də gördün çıxdıq. Qarabağ Chelsea-ni məğlub elədi, amma bu real güc nisbəti deyil. Bu real gedişatın nəticəsi, bu sürpriz nəticə ola bilər. Bu həmin günə olan reallıqlara çevrilə bilər, amma ümumən tam da elə deyil. Biz nəyə ümid eləyə bilərik? Bizim bəlli bir gücümüz var. Qarabağ hansısa futbolçulardan, hansısa ulduz oyunçulardan asılı komanda deyil, bu sistemin komandasıdır. Bu qurban şah əsəridir və bu sistem işləyəndə rəqiblərə çətinlik yarada bilirik. Mən yenə də o fikirdəyəm ki, baxmayaraq ki, o vaxtki Çempionlar Liqası matçında Qarabağ burada Chelsea-yə 0-4 hesabı ilə desən məğlub olmuşdu, amma orada qırmızı vərəqə də yaşanmışdı matçın əvvəllərində. Mən elə düşünürəm ki, bu dəfə Bakıda Qarabağ Chelsea-yə döyüş verəcək, bir maraqlı oyun gedəcək. Hətta məğlubiyyət olsa da iri hesablı gözləmirəm. Yəni minimal məğlubiyyətdən söhbət gedə bilər, amma bəlkə də heç çəni belə qoparmaq mümkün olar. Ölkə futbolu ilə bağlı ümumi mövzularımız var. Bir daha Sportal TV izləyicilərinə xatırladaq. Mütəmadi yayımlarla qarşınızda olacağıq. Yəqin ki, Chelsea oyununa qədər yenə də bir müəyyən reportajlarımız olacaq oyun ərəfəsində, oyundan sonra. Ölkə futbolunda bir sıra mövzular var. Bayaq da müəyyən bir anons etdik. Məsələn, Neftçinin Abubakar məsələsi kifayət qədər müzakirə mövzusudur. Millimizlə bağlı, futbolumuzla bağlı. Onlardan biri Ülvi Babayev adı ilə bağlıdır. Bu həftə bir xeyli müzakirə olundu. Xüsusilə kubok oyunlarında vurduğu qollardan sonra Dinamo Moskvanın futbolçusu Azərbaycan millisinə dəvəti ilə bağlı çağırışlar var idi. Və deyəsən əslində bizim AFAN skautları vaxtında izləyib Ülvi Babayevi. Bu gün mətbuatda oxudum bu barədə və mən bildiyimə görə əvvəl təmaslar olub. Ümumiyyətlə bu məsələyə baxışın necədir? Bu milliləşdirmək və daha nələri belə deyim əlavə edə bilərik? Birincisi Ülvi Babayevlə bağlı danışmaq istəyirəm. Bəlkə də mənim eksklüziv məlumatlarım var deyə çatdırmaq istəyirəm bunu da bizim izləyicilərə. Ülvi Babayev bəli Dinamo Moskvanın heyətinə Krasnodarla oyunda hat-trik eləyəndən sonra bütün ölkənin diqqət mərkəzinə düşdü. Çünki Azərbaycanlıdır, həm yerlimizdir, düzdür Rusiyada doğulub, boya başa çatıb.
Amma hardan baxsaq bizim soydaşımızdır. Ona görə biz onu həm Azərbaycan milli komandasında görmək istəyirik, həm oyunlarını diqqətlə izləyəcəyik. Amma bu məsələdə biraz problemlər var. Bu nədən ibarətdir? Bəli, bir neçə ay əvvəl Ülvi Babayevin atası ilə AFFA rəsmiləri arasında görüş olub, amma bəri başdan deyim ki, Ülvi Babayevin atası bu görüşdə maraqlı olmayıb. Sadəcə arada olan hörmətli şəxslər onlar xahiş ediblər ki, heç olmasa bir AFFA rəsmiləri ilə görüş, aramızda bir tanışlıq xarakteri olan bir bəli, nəzakət görüşü olsun. Sonradan özün də qərar verərsən, sonrasını danışırıq. Çünki onun atası elə onda bilirdi ki, onun oğlu Rusiya millisinə dəvət alacaq. Belə bir ehtimal var və bir növ Rusiya millisinə gedəcəksə AFFA rəsmiləri ilə görüşməyin nə mənası var anlamında biraz o görüşdən qaçırdı, belə demək mümkünsə. Amma dediyim kimi indi xahiş eləyiblər, gedib görüşüb. Görüşdə Ülvi Babayevin atası ilə AFFA rəsmilərindən millinin direktoru İlqar Qurbanov iştirak eləyib və icraçı vitse-prezident Sərxan Hacıyevin köməkçisi Orxan Əhmədov da orada olub. Görüşüblər, danışıblar, durumu müzakirə eləyiblər. Ülvünün atası da orada da deyib ki, yəni mənim oğluma Rusiya millisindən təklif olmalıdır. Çünki Dinamo Moskvanın baş məşqçisi Valeri Karpin həm də yığmanın çalışdırıcısıdır və bildiyim qədərilə Ülviyə də o barədə deyib ki, sən milli komandaya potensial namizədsən, üzərində çalış, ola bilər dəvət alarsan və o dəvət yeri gəlmişkən bir neçə gün əvvəl gerçəkləşdi. Düzdür, hələ ki bu rəsmi oyunlar deyil, çünki məlum hadisələrdən sonra Rusiya millisi və klubları beynəlxalq yarışlarda iştirak eləmirlər. Amma ən azından artıq bu millinin düşərgəsinə gedib gələcək və bu gün onun Rusiya millisinin dəvətindən vaz keçməsi özü üçün də problemlər aça bilər Rusiya futbolunda. Ona görə biraz inandırıcı deyil. Böyük ehtimal o Rusiya millisindən o dəvəti alıb da karyerasını əgər alınsa orada davam elətdirəcək. Bizim ümidimiz onadır ki, bəlkə orada karyerası alınmaz, biz onu Azərbaycan millisinə cəlb eləyə bilərik, bilmərik. Çünki Ayxan Abbasovun milli komandamızın baş məşqçisinin də buna dair fikirləri var ki, biz istəyirik ki, kimsə Azərbaycan millisində oynayanda canla başla gəlsin, istəyib də gəlsin. Yəni vətənpərvərlik hisslərindən doğan bir hissiyatlarla burada olsun ki, döyüşsün, savaşsın, bizə xeyir versin. Amma adətən biz əgər reallıqlara baxsaq, məsələn bir Emin Mahmudovdur, karyerasının hardasa daha çox qürub çağında deməyim də, amma heç də parlaq dövründə Azərbaycana gəlmədi. Ramil Şeydayev aşağı yaş qruplarında oynayırdı, Rusiya futbolunda o qədər də parlamadı, bura gəldi, Azərbaycan millisində oynadı. Yəni Rusiyada tam da pik formasında olan bir oyunçunun Rusiya yığmasını qoyub da Azərbaycan millisinə gəlməyini gələ ki görməmişəm. Amma mənim bu barədə bu mövzuda başqa təkliflərim var. Bax, məsələn Aleksey Savivi götürək də, Azərbaycan çapında kifayət qədər yaxşı futbolçudur. Ola bilər Qarabağda möhkəmlənə bilmədi, amma sabahdakı oyunların görmüşlüyü yenidən sabaha qayıdıb Premyer Liqamız səviyyəsində milli komandaya kömək eləyə biləcək performanslı oyunçudur. Rusiyada böyük ölçüdə açığı Premyer Liqa klublarına lazım deyil. Yəni birinci liqa səviyyəsində oyunçudur. Eyni sözləri Rəhim Sadıq haqqında deyə bilərik. Eyni sözləri məsələn Dərbətdən gələn Abdullah Xaybullayev barədə deyə bilərik. Rusiyada çoxlu bəlkə də Azərbaycanlı uşaqlar var ki, onlar Rusiya futbol məktəbini keçiblər, Rusiya futbolunda özlərini tapmayıblar. Amma Azərbaycan Premyer Liqasına gəlsəydilər, kifayət qədər yaxşı performans sərgiləyib gələcəkdə milli komandamıza düşə bilərdilər. Elə misal olaraq mən Turan Tovuzdakı Ayxan Hüseynovu göstərə bilərəm. Səbayılda adam yoxlanışda olmuşdu, düşə bilməmişdi. Amma gəldi, vəkil tutdu, Azərbaycan pasportu aldı. Bu gün baxırıq Turan Tovuzda, düzdür, tam da start heyəti oyunçusu olmasa da, amma ümumən götürəndə milli səviyyəsinə qədər qalxa bilər. Ayxan kimi Rusiyada uşaqlar çoxdur. Ona görə biz bunun bir mexanizmini düşünməliyik. Bugün Gənclər və İdman Nazirliyi əvvəlki AFFA rəhbərliyinin dönəmində kimə gəldi pasport verilib deyə biraz o prosesi saxlayıblar. Ona görə pasport almaq olmur həmin futbolçulara. Amma bunun bir fərqli yolu var. Mən təklif edirəm ki, AFFA rəhbərliyi bunu müzakirə eləsin və birdən-birə yox da bunu mərhələli şəkildə. Məsələn, ilkin mərhələdə Rusiyada və Ukraynada doğulmuş azərbaycanlılarla bağlı belə bir pilot layihə eləsinlər. Hansı ki futbolçu valideynlərinin Azərbaycanlı olmasına dair sənəd təqdim edirsə, bəlkə babasının, nənəsinin Azərbaycanlı olmasına dair hansı sənədlər təqdim edirsə, bu arxiv idarəsində araşdırılsın və həmin futbolçular qoy legioner sayılsınlar, amma onlara görə rüsum alınmasın. Çünki məsələn bax bu mövsümün əvvəlində bir hadisə baş vermişdi. Şamaxıda
Gürcüstan Azərbaycanlısı olan Raul adında bir futbolçu yoxlanışda oldu. 19-20 yaşı var. Ayxan Abbasov onu yoxladı, baxdı və fikirləşdi ki, bu gün onu legioner kimi götürmək doğru deyil. Çünki Şamaxı kimi klublar maksimum 12 legioner götürə bilərlər. Bilirsən 7-yə qədər 5000 manatdır rüsum, 7-dən 12-yə qədər 10000 manatdır. 13-cü legionerə görə artıq 100.000 manat rüsum ödəmək lazımdır. İndi istəyir Ayxan Abbasov olsun, istəyir başqa bir məşqçi olsun, düşünür ki, bu 12 legioneri elə futbolçular götürməliyəm ki, bu gün kömək eləsinlər. Gələcək perspektiv üçün deyil. Raul kimi oyunçular bu gün kömək eləyə bilməzlər. Bu gələcəyə hesablanmış oyunçudur. Amma onu legioner kimi götürüb rüsum ödəməsəydilər, 13-cü legioner kimi rahat oynaya bilərdi və bəlkə də Ayxan Abbasov kimi məşqçinin rəhbəri altında yetişərdi. Və Rusiyada, Gürcüstanın özündə, Ukraynada belə uşaqlar çoxdur. Və pilot layihə eləyib, Gürcüstanı da bu siyahıya əlavə eləmək olar. Ukrayna, Gürcüstan, Rusiyada olan azərbaycanlılar əgər belə sənəd təqdim eləyəcəklərsə, onları Premyer Liqaya buraxmaq olar. Zaten bu legioner siyasətində 17 futbolçudan çox olmayacaq. Sifariş vərəqəsində kimisə çıxarıb, kimisə salmaq lazımdır və 17 yəqin ki, legioneri yalnız Qarabağ, Sabah, Neftçi kimi klublar götürərlər, başqaları yox. Və biz əgər belə bir qərar çıxarılsa, xeyli sayda uşaq qazana bilərik. Milli üçün yeni-yeni futbolçular üzə çıxa bilərlər. Gəlib bəlkə də aşağı yerlərdə gedən komandalarda mövsüm boyu oynayıb bir yeni səviyyəyə qalxa bilərlər. Bu bir şansdır, bu bir fürsətdir. Ümumiyyətlə biz elə bir durumdayıq ki, Azərbaycan futbolunda o saman çöpündən belə yapışmalıyıq. Hər nə variantlar varsa istifadə etməliyik ki, milli də güclənsin. Çünki legioner limiti aradan qaldırılıb, gec ya tez milli komandanın baş məşqçisi də bunun arasını çəkəcək və bir növ ona bu işdə dəstək olmaq üçün hansısa başqa güzəştlər fikirləşməli, hansısa başqa mexanizmlər işə salınmalıdır. Məncə bu çox yaxşı təklifdir. AFFA rəhbərliyi də bu barədə düşünsünlər, qərar versələr gələn mövsümə bunun xeyrini görəcəklər. Razıyam. Çox əla təklifdir. Ümumiyyətlə bu civarda da belə deyək. Məncə biz müzakirələrimiz də mütəmadi olmalıdır. Yəqin ki, Sportal TV-də də bax tez-tez bu mövzuya qayıdarıq. Və elə buradan yola çıxaraq milli mövzusuna, milli futbolçularımız mövzusuna toxunmaq istəyirəm. Sonra yenidən qayıdacağıq digər məsələlərə. Mahir Əmrəli adı da son günlər gündəmdən düşmür və məyus edici bir durum var. Ayxan Abbasovun da açıqlaması var idi. O hətta Kaiserslautern'ın baş məşqçisi ilə kaş danışa bilərdim, belə bir ifadə işlədi. Bu futbolçunun durumu ilə bağlı, mövcud situasiyası ilə bağlı baxışın çox maraqlıdır. Oynatmır, komanda, klub çox istəkli idi transfer dövründə. Hətta bununla bağlı müxtəlif məlumatlar da yayılır Mahirin transfer mövzusunda, amma baş məşqçi ilə bağlı problemlər yaşandı və reallıq odur ki, hazırda heyətdə yoxdur. Ümumiyyətlə iştirak ərizəsində olmur. Azər, mən bu məsələyə deyim də münasibətim necədir? Açığı orada nə baş verdiyini dəqiqliklə bilmək olmur. Çünki biz burada Azərbaycanda, o Almaniyada, orada nə baş verir, orada belə deyim, mətbəx daxili hansı proseslər yaşanır, bunu bilmək çətindir. Amma mən ümumi danışmaq istəyirəm. Bax, Mahir Əmrəli Azərbaycanın ən perspektivli futbolçularından biridir. Düzdür, bir vaxtlar o Qarabağda oynayanda Qurban Qurbanov çox tənqid olunurdu Mahirə görə. Amma Qurban Qurbanov haqqını verək ki, Mahir Əmrəlinin bu səviyyəyə gəlib çatmağında onun böyük rolu oldu. İllər boyu oynatdı, illər boyu həm də o adamı öz nəzarətində saxladı, bir futbolçu kimi puxtələşməyində rol oynadı. Amma bax, Mahir Əmrəli birinci getmişdi Vislaya, doğrudurmu? Polşada. Legiya, üzr istəyirəm. Bax, Mahir Əmrəli birinci getmişdi Legiyaya. Yadındadır, Legiyada söhbətlər çıxdı ki, azarkeşlər klubun avtobusuna giriblər, davadalaş düşüb, futbolçulara əl atıblar. Halbuki Legiyada çox yaxşı başlamışdı. Qollar vururdu. Çempionlar Liqasında bəli, əgər səhv etmirəmsə Napoliyə, Spartaka, Leicester qolları var idi. Düzdür, orada problemlər yaşandı. Bəli. Amma orada problemlər yaşandı. Orada da nəsə klub rəhbərliyi ilənmi, azarkeşlərlənmi, baş məşqçilənmi indi dəqiq xatırlamıram, amma bilirəm ki, bir problemlər yaşandı, ona görə çıxdı oradan. Getdi Dinamo Zaqrebə, indi Zaqreb biraz səviyyəcə üstün klub idi, orada səndiyən alınmadı. Gəldi keçən mövsüm Nürnbergə, doğrudurmu? Yadımdadır Nürnberg nə qədər oyunlar buraxdı. Yenə də elə bənzər situasiya. Söhbət yayıldı ki, bizim Ceyhun Ruzayev bunu demişdi, ekskluziv olaraq ki, məşqdə Alman futbolçuların birinin ayağının arasına top atıb, futbolçular buna etiraz ediblər, davadalaş düşüb. Məşqçi bunun tərəfində dayanmayıb, sonra klub rəhbərliyi ilə müəyyən problemlər yaşandı, xaricdən təklifi var idi, deyirlər müqaviləni artırmadı. Mövsümün sonluğunda buna şans verdilər, bir neçə qol atdı, təzədən elə bir gündəmə gəldi. Amma orada da müəyyən problemlər yaşanmışdı. İndi gəlib onu israrla istəyən Kaiserslautern yenə problemlər yaşanır. Bax,
bilmirəm kim haqlıdır, kim haqsızdır. Bəlkə də Mahir Əmrəlinin ümumiyyətlə o proseslərdə heç bir günahı yoxdur. Bəlkə məsum adam elə bu hadisələrin hamısında Mahir Əmrəlidir. Amma bizim gözümüzü tikdiyimiz bir Mahir var. Mahir hara gedirsə problemlər onun başının üstünə əskiyə olmur. Başına gəlməyən qalmır. Niyə belə olur? Niyə Mahir hardadır problemlərdə onunla gedir? Bax bu sualın cavabını tapmaq lazımdır. İndi bəli, bu gün Ayxan Abbasov elə Sportalas saytına açıqlamasında deyib ki, çox istərdim Kazislavın baş məşqçisi ilə görüşüm. Bir nəfər də komment yazmışdı ki, çətindən var ki, təyyarəyə min get görüş, sanki hər şey belə rahat və asandır. Amma dediyim kimi indi bu elə məsələdir. Bunu danışsaq bir tərəfli fikir ola bilər. Çünki bəlkə Mahir Əmrəlinin özünü də dinləmək lazımdır. Amma dediyim kimi bax bu ciddi problemdir. Əgər bax mən bir şey deyim. Məsələn də biz də jurnalistik, karyeramız ərzində müxtəlif yerlərdə işləyirik. Amma hər getdiyimiz yerdə bir problem yaşayırıqsa, bəlkə problem elə bizim özümüzdədir. Razıyam. İstər-istəməz qayda belədir, qanun belədir ki, əgər bir insan bir neçə yerdə problem yaşayırsa, istər-istəməz onda nəsə axtarırsan. Belə, ya o insan öz-özündə də nəsə axtarır. Məşhur bir deyim var, deyir, bir dəfə səhv eləyirsənsə o günah sənin olmaya bilər. Amma eyni problemlə ikinci, üçüncü, dördüncü dəfə üzləşsənsə, demək ki, günah səndədir, səhv səndədir. Razıyam və ən azı futbolumuz, millimiz adına ümid eləyək ki, vəziyyət düzələcək. Son belə informasiyalar bu istiqamətdə idi ki, əslində vəziyyət düzəlib, barışıq olub, münasibətlər qaydasına düşüb, baş məşqçisi ilə falanla. Amma səhhətində soyuqlayıb səhv eləmirəmsə, bu səbəbdən son oyunda olmayıb. İndi bu həftə sonu biləcəyik yəqin ki, son durum nədir və ölkə futbolu ilə bağlı başqa bir mühüm hadisə Neftçi Abubakar məsələsi idi. Əgər mövzu davam eləyirsə, bu gün də Cenk Tosun söhbəti məsələsi yayılır. Buradan yola çıxaraq bayaq danışdıq. İndi bu barədə izahların oldu. Qarabağın niyə ulduz futbolçu gətirməməsi və ya da Abubakar vaxtında istəməməsi bilmirəm nə dərəcədə realdır, nə dərəcədə göstəricidir Abubakarın Qəbələ ilə oyundakı performansı və kubokda 2 qol vurması. Yəni bu həqiqətənmi Neftçini dəyişir? Həqiqətənmi tək problem Abubakarın yoxluğu idi və ya da bundan sonra bu komandada hər şey qaydasında olacaq? Mən tək Abubakar olaraq yox, həm də Messi İfeani olaraq baxıram bu yaşanan hadisələrə. Çünki hamı Qəbələ ilə oyunda Abubakarın vurduğu qoldan danışırdı, amma mən daha çox İfeaninin ikinci hissədə meydana çıxıb oyunda dirijorluğuna fikir verdim. Oyunu aparan adam İfeani idi və ondan sonra Abubakar meydana daxil oldu, bir qol ötürməsi verdi, qol vurdu. Təbii ki, Abubakarın adının da ağırlığı var, karyerasının əzəməti var. Tanınmış futbolçudur, ulduz futbolçudur. O meydanda olanda yəqin ki, komanda yoldaşları daha fərqli motivə ilə oynayacaqlar. Reallıq. Amma bax 2 mövsümdür Neftçi Avrokuboklara düşə bilmir. Müxtəlif səbəblərdən. Azarkeşlər də artıq pərişanlar. Bu mövsüm biraz fərqli gözləntilər var idi, amma bu mövsümdə hər şey plan üzrə getmir. Xeyli sayda xal itkiləri oldu. Hələ də Neftçi turnir cədvəlinin ikinci altılıq hissəsindədir. Hələ də hər şey qaydasına düşməyib. Yeri gəlmişkən qələbə ilə bitən maçda belə ciddi problemlər var idi. Birinci hissədə oyun alınmırdı. Qəbələ açıq-aşkar üstün görünürdü rəqibindən. Amma indi bir şey var. Bax, Neftçi rəhbərliyi bu il kifayət qədər böyük büdcə ayırıb. İşlər qaydasında getmirdi deyə İfeani da gəldi, Abubakar da gəldi. Yeri gəlmişkən o İdris Dumbiyanın gəlişi də müzakirə olunur. Yəni belə görünür ki, Neftçi rəhbərliyi kisənin ağzını açıb. Ya hər şey, ya heç nə yolunu gedirlər artıq, geri çəkilmək istəmirlər. Və Samir Abbasov əgər bu yeni gələn futbolçularla da nəticə qazanmasa, əgər yenə də vəziyyəti stabilləşdirib qələbələri sıralamasa, onu ciddi problemlər gözləyir. Böyük ehtimalla hətta istefaya göndərərlər. Çünki 3-cü mövsümdə Neftçi Avrokuboklara düşməsə, bu bilmirəm necə olacaq. Çünki əvvəllər yadındadır Regikamp olanda da, əvvəlki rəhbərliyin vaxtında da heç ikinci yerlə barışmırdı Neftçi Azarkeşləri. Razıyam. Deyirdilər ki, çempionluq istəyirik. İndi vəziyyət o qədər kardinal dəyişib ki, nəinki ikinci yer var, heç Avrokuboklara belə düşə bilmir Neftçi. Ölkənin ən köklü, ən büdcəli komandalarından biri. Ona görə Abubakarın gəlişi həm də Samir Abbasov üçün bir son şansdır. Ya Abubakarla bu işi görəcək, ya görə bilməyəcək. Ya Abubakarın özünə gəlincə, bax, biraz o Michael Essien-lə müqayisə edirlər ki, Essien bura gələndə çox belə düşük vəziyyətdə idi. Amma Essien
bura gəlməmişdən bir neçə il futbol oynamamışdı. Əgər səhv eləmirəmsə Hindistan çempionatına getmişdi, mən oynamamışdı. Abubakar ötən mövsüm Süper Liqada oynayıb. Düzdür, Hatay Sporda çıxış eləyib. Abubakar bu son aylarda milli komandada 6 maça çıxıb. Hətta bu ay Kamerun millisində bəli 2 oyuna çıxıb. Düzdür, əvəz etməklə çıxıb oyunun son dəqiqələrində meydana daxil olub. Amma ən azından millinin düşərgəsində olub. Ustalığı var. Ustalığı göz deşir. Ağıl dolu bir futbol sərgiləyir Abubakar, amma ağır görünür. Bax mən futbol agenti, yəni futbol duyumuna qiymət verdiyim Ceyhun Sultanovun da fikirlərini oxudum o gün. O da elə mən dediklərimi deyirdi ki, yəni ağır görünür. Hə, belə oyunlarda çıxacaq, oyunu həll eləyəcək bir pası, bir toxunuşu, bir düzgün açılması oyunun müqəddəratına təsir edə bilər. Amma Sabah Qarabağ kimi komandaya qarşı, Sabah kimi komanda, Turan Tovuz və başqaları ilə çətinlik olacaq o müdafiəni bu cür ağırlıqla yarmaq. Ona görə mən düşünmürəm və düşünmək istəmirəm ki, Abubakar heç cür özünə gəlməz. Biraz yüngülləşməlidir, biraz hərəkətli olmalıdır, biraz daha çevik olmalıdır. Bu keyfiyyətlərini biraz yüksəldə bilsə, təbii ki, xeyri dəyəcək. Və bir maraqlı məsələni deyim. Bəzən bax mən də o futbol haqqında kimdənsə polemika aparanda görsən sürətlə çevikliyi səhv salırlar. O gün mən bizim həmkarların bir layihəsində AFFA-nın skaut bölümünün rəhbəri Bəxtiyar Musayevin fikirlərini dinləyirdim. Bax o da bu məsələyə toxundu. Dedi çevikliklə sürəti səhv salmayın. Çeviklik başqa şeydir, sürət başqa şeydir. Çeviklik sənin o dar zonada çevrilmələrin kiçik zonlarda hərəkətinin sürət ola bilər, uzun məsafəyə, hətta o partlayıcı bir sürəti nümayiş elətdirib nəsə üstünlük qazana bilərsən. Bax bu gün Abubakara çatmayan o çeviklikdir. O da ola bilər ki, indi bəlkə oyun ritmindən düşüb, bəlkə davamlı oynaya o ritmi yaxalaya bilər. Amma ümumən götürəndə bəli Azərbaycan futbolu üçün Abubakar kimi oyunçuların bura gəlməsi, Premyer Liqamızda oynaması həm ətrafdan marağı artırır, həm azarkeşlərin hardasa gözünü oxşuyur. Bəlkə də komanda yoldaşları özləri də özlərinə çəki düzən verərlər. Baxmada indi burada özünü məsələn deyək Vargas bir futbolçu saya bilər, İmad Faraç futbolçu saya bilər. Amma Abubakarın yanında özlərinə yəni futbolçu demələri biraz gür səslə özləri başa düşürlər ki, yəni Abubakar kim, bunlar kim? Ona görə onun olmağı həm də yaş anlamında biraz onlardan yaşlıdır, təcrübəlidir, karyerası daha böyükdür, hardasa sözünün ağırlığı, hardasa bir baxışı, hardasa bir tövsiyəsi biraz Samir Abbasın işinə yaraya bilər. Razıyam. Yəni o ağırlığın qoysa ki, xarakterdə görünür elədir. Hiss olunur ki, belə komanda yoldaşlarını idarə edə biləcək səviyyədə belə bir hörmətli futbolçu kimi gəlir adam. İddiası da odur. Hiss olunur hərəkətlər, davranışlarına hiss olunur. Xeyrini görə bilərlər. Xeyirli ola bilər, mən belə düşünürəm. Mətbuatda müxtəlif məlumatlar yayılırdı onun gəliş ərəfəsində, amma o oyun öncəsi məşqlərində klubun futbolçularıyla da biraz ünsiyyətdə olmuşam. Məşqlər, oyun və bütün görə bildiyimiz bütün pozisiyalarda belə daha isti, daha məsələn açıqlamalarında bildirir ki, Neftçi böyük klubdur, hansı klubda olduğumun fərqindəyəm. Böyük klublarda adlar önəmli deyil, özü deyib bu ifadəni ki, adlar önəmli deyil, əsas komandadır. Bütün bunları nəzərə alaraq, yəni fikirlərin davamı olaraq bildirirəm, davamı olaraq deyirəm bunu ki, sanki Neftçiyə fayda verə bilər, əgər nəsə belə xüsusi fövqəladə bir dəyişikliklər olmasa. Ölkə futbolundan danışarkən istər-istəməz bizdə belə bir situasiya var. Bilmirəm bu müşahidə eləmisən yoxsa yox. Ölkə futbolu, AFFA problemlərimiz daha çox milli oynayan ərəfələrdə gündəmə gəlir. Milli məğlub olursa dərhal bütün problemlər üzə çıxır, danışılır. Amma indi də məncə bu klub futbolunun aktual olduğu vaxtlarda da bu mövzuda danışa bilərik. Bunlardan biri strategiya məsələsidir. Biz niyə strategiya deyirik? Çünki əldə olan başqa bir mövzu yoxdur. Yəni hazırda AFFA-nın ölkə futbolu üçün görəcəyi ən mühüm işlərdən biridir. Milli komanda ilə bağlı narahatçılığımız var idi. İndi orada yerli məşqçi məsələsi var və yaxud da digər bu kimi işlər var. Amma strategiyadan həm xəbər yoxdur, həm də belə deyək, ölkə futbolu üçün hazırda ana layihədir, ana işdir, amma heç bir irəliləyiş yoxdur sanki. Azərbaycan futbolunda uzun illərdən yığılmış xeyli sayda problem var. Hətta o qədər problem var ki, yəqin ki adam bilmir hardan başlayıb, harda bitirəsidir. Amma hardansa başlamalıyıq. Və bu gün futbolun içində olan kimdən soruşsaz, hamı deyəcək ki, infrastrukturdan başlamalıyıq.
Biz milli komandadan danışa bilərik, biz uşaq futbolundan danışa bilərik, biz digər məsələlərə toxuna bilərik. Amma bütün mövzuların, bütün problemlərin başında infrastruktur dayanır. Çünki baxın, son illərdə bəli, bu məsələdə Affan haqqını verək ki, komandanın sayı çoxaldı. İkinci liqa var, yarım peşəkar liqadır, birinci liqa var, Premyer Liqada komanda sayı artıb və kütləviləşmə var, amma kütləvi şəkildə futbol oynamaq üçün meydançalarımız yoxdur. İnfrastrukturumuz çatışmır. Belə baxanda Azərbaycan infrastruktur baxımından ümumən gəlişmiş bir ölkədir. Azərbaycana turistlər də gələndə buranı bir Dubaya oxşadırlar. Deyirlər ki, nə boyda infrastrukturlar var, bu yeni tikililər, bu yeni keçidlər, yeni yollar və s. Amma futbol anlamında biz çox kasıb ölkəyik infrastruktur baxımından. Bunu düzəltmək lazım. Təəssüf ki, bax aylar keçir, vaxt daralır. Biz oyunçu yetişdirməkdən danışırıq, millini düzəltməkdən danışırıq. Və strategiya artıq neçə vaxtdır ki, hazırdır. O strategiyada göstərilib ki, məsələn 8 regional mərkəz olmalıdır, aşağı liqa klublarının belə infrastrukturu yaxşılaşdırılıb düzəldilməlidir, amma hərəkət yoxdur. Heç nə yoxdur. Və mən başa düşə bilmirəm, müxtəlif mənbələrdən bunun səbəbini öyrənməyə çalışmışıq. Nə baş verir, niyə belə hərəkətsizlikdir? Və şəxsən mənə deyiblər ki, bunun üçün lazım olan maliyyə yoxdur. Və indi sual yaranır. Biz ümumiyyətlə əvvəlki vaxtlardan da görmüşük ki, AFFA prezidentdən də SOCAR rəhbəri olur. Bunu Rövnəq Abdullayevin timsalında biz müşahidə eləmişik və hər nə qədər o dövrdə Azərbaycan futbolunda problemlərin çox olduğunu, Azərbaycan futbolunun gerilədiyini desək də, müəyyən infrastruktur baxımından işlər görülüb. Düzdür, dövlət tərəfindən Bakı Olimpiya stadionu tikilib, AFFA-nın xətti ilə Dalğa Arena tikilib, indiki Neftçi Arena deyək də, Baksel Arena tikilmişdi, Binə stadionu ərsəyə gətirilmişdi və bu kimi bir neçə layihələr həyata keçirilmişdi. Yeni AFFA rəhbərinin vaxtında ümumiyyətlə hələ ki heç nə iş görülməyib. Ən azı təməl qoyma yoxdur, belə deyək. Bir açıqlamırlar ki, nə vaxt hansı işlər görüləcək. Mən sırf infrastruktur baxımından deyirəm. Bu gün bizə vallahi indi hərdən dostlarla danışanda da deyə bilərlər ki, AFFA-nın məsələn tərkibində müəyyən təyinatlar olub. Deyək ki, Bəxtiyar Musayev gətirildi, skaut bölümünün rəhbəri qoyuldu. Nə bilim, həmkarımız Murad Axunov gəlib mətbuat katibi oldu. Hansısa deyək ki, şöbələrdə yer dəyişmələr oldu. Bunları başa düşdük. Bu AFFA daxili məsələlərdir. Bir də Azərbaycan futbolu üçün görülməli olan işlər. Bu barədə danışırıqsa, bunun başında yenə deyirəm, infrastruktur dayanır. Maliyyə yoxdursa, mən başa düşmürəm, bəs Rövşən Nəcəfin rolu nədir orada? Elə Rövşən Nəcəfi ona görə AFFA rəhbəri qoyublar ki, bu adam maliyyə gətirməlidir Azərbaycan futboluna. Yoxsa Rövşən Nəcəf futbol adamı deyil, futbolda dərin bilikləri yoxdur ki, orada gəlib onu AFFA rəhbəri təyin eləsinlər ki, bir futbolumuzu öz biliyi, savadı hesabına gəlişdirsin. Baş katib Cahangir Fərəcullayev futbolun içində olmayan adamdır. Ona görə gətiriblər ki, bir maliyyə ayrılmalıdır. O maliyyəyə nəzarət eləsin, bir sistem otursun. Yəni bu adamların hamısının orada olmasının səbəbi Azərbaycan futboluna gətiriləcək pullardır, maliyyədir. Yoxsa maliyyə yoxdursa, mən deyirəm, qoy Tahir Süleymanov Azərbaycan futbolunu idarə eləsin, qoy Yaşar Seyidov Azərbaycan futbolunu idarə eləsin və ya bir başqa futbol adamımız. Əgər burada dövlət adamı, dövlət məmuru varsa, onun elə ilk birinci rolu odur ki, bura maliyyə gəlməlidir. O maliyyəni düzgün, deyək ki, dövlətin də maraqları, nəzarəti hesabına idarə eləməkdir. Belə olmalıdır. Burası təəssüf edici məqamdır. Aylar gedir, vaxt gedir. Bir də bir şey başa düşmək lazımdır ki, biz hərdən deyirik ki, inkişaf strategiyası. İnkişaf strategiyası axı tək infrastrukturun tikilməsi ilə bitmir. Bu infrastruktur tikilməlidir. Məsələn, hansısa regional futbol akademiyası. 8 bölgədə bunu elədik. Axı burada o uşaqların yetişməsi üçün də bir 5 il vaxt getməlidir, 7 il, 10 il vaxt getməlidir. Düzdür? İndi bu nə vaxt tikiləcək? Nə vaxt orada uşaqlar futbolla məşğul olmağa başlayacaq? Nə vaxt onlar bir futbolçu olacaqlar? Bu 15-20 il gözləyə bilmərik də. Siz bugün Qurban Qurbanov ilə imişindən ondan sonra deyib ki, sual veriblər ki, Conte'nin Chelsea güclüydü ya o Maresca'nın Chelsea. O deyib ki, axı futbol Conte'nin Chelsea'də olduğu vaxtlarda kimi qalmayıb. Futbol çox tez-tez dəyişir və dinamik dəyişir. Bugün Maresca'nın Chelsea daha güclüdür, amma bugün Conte'nin Napolisi də çox güclüdür o vaxt Chelsea'dən. Yəni heç nə bir yerdə dayanmır. Amma biz bir yerdə dayanmışıq. Bax bəlamız bundadır. Hər şey inkişaf eləyir.
biz Azərbaycan futbolu olaraq hələ də dayanmışıq və bir şey başa düşməliyik ki, nə Ayxan Abbasovun, nə bir başqa məşqçimizin əlində elə bir qızıl çubuq da yoxdur ki, gəlib heç nədən bir möhtəşəm bir şey var eləsin. Tanrı deyirlər ki, bunlar məşqçidirlər. Bunların əlinə biz futbolçu da gətirib verməliyik ki, onun potensialından istifadə eləyərək düzgün işlə nəyisə nail olsunlar. Bunun üçün də mən həmişə deyirəm, mən paralel aparıram. Bax, bir uşağı götürək, savadlanmaq istəyən, bir uşağı götürək, futbolçu olmaq istəyən. Burada paralellər var. Uşaq oxumaq üçün hara getməlidir? Məktəbə getməlidir, doğrudurmu? İnzibati bina olmalıdır bunun üçün. Futbolçu olmaq istəyən uşaqda hansısa bir bazaya getməlidir. Hardakı meydança var da, onu çıxmalıdır, bir meydançada oturmalı. Düzdür? Savadlanan uşaq üçün bir sinifdir bu. Futbolçu olmaq istəyən uşaq üçün meydançadır bu. Doğru paraleldir. Əlbəttə. Uşağa sinifdə müəllim yaxşı dərs keçməlidir ki, o daha yaxşı qavrasın o həmin deyək ki, proqramı. Futbolçu uşağa da məşqçi olmalıdır, öyrətməlidir ki, ay oğul, ay bala futbolu belə öyrətməlidir. Nə qədər yaxşı öyrətsə futbolçu, nə qədər uşaq qavrasa, bir o qədər yaxşı futbolçu ola bilər. Uşağın getdiyi məktəblə, təhsil aldığı müəllimlə yanaşı hansısa bir ləvazimatlar olmalıdır, inventarlar olmalıdır ki, bu kitabdır, dəftərdir, düzdür, bu oradan oxumalıdır, savadlanmalıdır. Eynən də futbolçu uşaq üçün inventarlar olmalıdır. Bu topdur, bu yəqin ki, hansısa konuslardır, hansısa digər lazım olan ləvazimatlardır. Doğrudurmu? Və necə ki, bir məktəb olmadan, müəllim olmadan, bir dəftər kitab olmadan biz uşağın savadlanmasını özü-özünə ondan istəyə bilmərik. Eynən də bir futbolçu uşağın əgər məşqçisi, stadionu, inventarı yoxdursa, o tələbi onun da qabağında qoya bilmərik. Amma birinci stadiondur. Birinci məktəbdir. Başa düşdük? Bununla biz yola çıxmalıyıq. Təəssüf ki, hələ ki yola çıxmaq üçün heç yolun cığırı qoyulmayıb. Bu başqa sahədə olsaydı fövqəladə vəziyyət elan olunardı buna görə. Doğrudan Bakı Olimpiya stadionu bağlanan vaxt yadımdansa, COP-a görə demək olar bütün klublar çöldə qaldı. Və indi də üsyan davam edir. Mütəmadi açıqlamalar da var əslində klubların cəbhələrindən, stadion, təbii ot və digər məsələlərlə bağlı. Bu günlük məncə bu qədər bəs eləyər. Emin, təşəkkür edirəm fikirlərin üçün, maraqlı mövzular üçün. Sportal TV-ni izləyin. Sportal AS saytının təsisçisi Emin Abbasovla birgə müxtəlif mövzularda ölkə futbolu ilə bağlı müzakirələrimiz oldu və olacaq. Premyer Liqa oyunları, oyunlardan sonra baş verənlər, ümumiyyətlə ölkə futbolu ilə bağlı mühüm hadisələrlə bağlı mütəmadi söhbətlərimizdə görüşərək rəy yazmağı, fikir bildirməyə, abunə olmağı da unutmayın. Hələlik.